Təsəvvür et ki, bugün səhər geyindiyin o qara yaxud boz sviter heç də havanın soyuq olması ilə yaxud təmiz qalması ilə bağlı deyil. Aha. Bəlkə də o, necə deyərlər, daxili inamsızlığını gizlətmək üçün seçdiyin şuuraltı bir qalxandır. Yəni, bugünkü dərin təhlilimizdə əlimizdə cəmi bir, lakin olduqca iddialı bir cümləlik mənbə var. Sən demə, özgüvəni aşağı olanlar bu rəngləri seçirmiş. Çox iddialı səslənir düzü. Hə, elədir. Biz də elə bu zahirən sadə cümlənin arxasına baxacaq, qardirobumuzun və beynimizin o pərdə arxası oyunlarını, gündəlik qərarlarımızın psixologiyamızla necə sıx bağlandığını araşdıracağıq. Bilirsən, bu cümlə məsələnin sadəcə estetik fərziyyələrdən ibarət olmadığını göstərir. Söhbət beynimizin emosional vəziyyətimizə və ətrafdakı təhlükələrə necə reaksiya verməsindən gedir. İnamsızlıq və ya özgüvən eskikliyi yaşayanda şuuraltımız xaricdən gələn diqqəti potensial təhdid kimi algılayır. Yəni, sanki baxışlardan qorunuruq. Tamamilə düzdür. Nəticədə rəng seçimi artıq tərz məsələsi olmaqdan çıxıb, bax bu həssaslığın səssiz bir indikatoruna çevrilir. Bir də elə. Yəni, mən burada biraz etiraz etməliyəm. Çünki, bax, özümü ən güclü, ən özgüvənli hiss etdiyim günlərdə də başdan ayağa qara və ya neytral tonlar geyinə bilərəm. Əlbəttə olur belə hallar. Hə, çünki bu sadəcə zərif görünür. Minimalizmdir. Yəni, hər diqqət çəkməyən rəng geyinən adamın mütləq özgüvən problemi var demək deyil axı. Bəlkə bu sadəcə dəbdir və biz hər şeydə dərin məna axtarırıq. Əlbəttə, moda, şəxsi zövq və belə deyək də, peşəkar imic deyilən amillər var. Kontekst çox önəmlidir və hər qara geyinən adam psixoloji böhran keçirmir yəni. Bax, elə mən də onu deyirəm. Amma mənbənin vurğuladığı əsas məqam odur ki, insanın xüsusilə özünü dəyərsiz və ya həssas hiss etdiyi dönəmlərdə fərqində olmadan müəyyən tonlara sığınma mexanizmi işə düşür. Bunu təkamül psixologiyası ilə də izah etmək olar. Maraqlıdır. Necə yəni? Belə deyək, özünü zəif hiss edən fərd, cəmiyyət, yəni o sürü içində nəzərə çarpmamağa çalışır ki, yırtıcıların, müasir dövrdə isə o mühakimə edici baxışların hədəfi olmasın. Beyin sadəcə görünməz ol ki, sağ qalasan əmrini verir. Vay, bu əslində çox məntiqlidir. Bu mənə telefonun ekran işığını azaltmağı xatırlatdı. Hə, maraqlı bənzətmədir həqiqətən. Yəni, batareya faizi azalanda, belə deyək, bizim də emosional enerjimiz aşağı düşəndə, ətrafa verdiyimiz o işığı, vizual cəlbediciliyimizi sanki minimuma indirik. Enerjimizə qənaət edirik ki, idarə edə bilməyəcəyimiz sosial reaksiyaları və ya diqqəti üzərimizə çəkməyək. Düzdür, çox gözəl analogiyadır. Üstəlik, mənbədə diqqətimi çəkən başqa bir detal da var. Orada bu rənglər deyilir, lakin məhz hansı tonlardan söhbət getdiyi açıq şəkildə qeyd edilmir. Aha, həqiqətən də konkret rəng adı yoxdur mənbədə. Çünki burada əsas olan rəngin özü yox, onun daşıdığı funksiyadır. Bir insan üçün diqqətdən yayınmaq tünd qəhvə ilə mümkündürsə, o birisi üçün bu solğun boz ola bilər. Məqsəd eynidir. Gizlənmək. Bəli, yəni fərqində olmadan fərdin ətrafdan gələ biləcək mühakimələrdən uzaq durması. Belə çıxır ki, əsas olan o parçanın pigmenti yox, ətrafa verdiyi xahiş edirəm mənə baxmayın ismarıcıdır. Rəng seçimi heç vaxt sadəcə vizual bir qərar deyil. Qətiyyən. Bu bizim o daxili gücümüzün, enerjimizin və ya inamsızlığımızın kənara sızan səssiz tərcüməsidir. Hətta dolabdan tələsik ən üstdəki paltarı götürdüyümüzü zənn etdiyimiz o avtomatik anlarda belə. Belə. O anlarda beynimiz əslində özünü müdafiə üçün mikro hesablamalar aparır. Qısacası, susan da belə geyimlərimiz vasitəsilə dayanmadan danışırıq. Cəmi bircə cümləlik bu məlumat bizə şuuraltımızın vizual dünyada nə qədər səsküylü olduğunu bir daha xatırladır. Və məhz bu səsküyün fonunda indi birbaşa sənə səslənirəm. Bəli, bizi dinləyən sənə. Bir anlıq hər şeyi kənara qoy və hal-hazırda əynindəki geyimin rənginə bax. Çox maraqlı bir düşüncə təcrübəsidir. Səhər onu seçərkən, bəlkə də sadəcə işə gecikdiyini, yaxud havanın buludlu olduğunu düşünürdün. Bəs indi necə düşünürsən? Seçdiyin bu rəng bugün sənin daxili inamın, yoxsa kənardan gələ biləcək mühakimələrə qarşı qurduğun o gizli müdafiə xəttin barədə ətrafdakılara hansı səssiz mesajı pıçıldayır?
Məncə bunun üzərində düşünməyə dəyər.